Ya Allah, Bismillah. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in ve huve hayrun nasirin ve mu'in. Allahümme veffegna bit tefahhum ve tefhim. El-Qismu Thalith. Üçüncü qism mənsubatdan el-məf'ulu fih. Məf'ulu fihdir. Bu el-məf'ulu fihin əvvəlindəki əlif-lam əlləzi mənasındadır. Yəni əlif-lamı mövsuldur. Yəni o şey ki, mənsubatdan o şey ki, o məf'ulun fihdir. Aydındır? Və huvə məf'ulun fih nədir? Və huvə ismun ma vəqəəl fe'l fihi minəz zaman vəl məkan. Və bu məf'ulun fih o isimdir ki, məf'ulun fih o isimdir ki, vaqe olar fe'l onda zamanla və məkanla. Aydın? Zamanla və məkanla. Məsələn, deyirik ki, oruç tutdum bir ayda. Hə? Ay zamandır da və yaxud da bir gündə. Müsafir səfərə çıxdım, məsələn, filan gün. Yəni, filan günün içində. Yəni, zamanı bildirəm. Oturdum məsciddə. Bunlara deyirlər zərf. Məf'ulun fih ümumiyyətlə zərfi bildirən bir məf'uldur. Zərf də iki cürədir. Ya zamanda olar, ya məkanda olar. Ya zərfi zamanımız var, ya da zərfi məkanımız var. Bir işi gördüm, filan vaxtdan filan vaxta qədər və ya da filan vaxtda bir işi gördüm. Buna deyirik zərfi zaman. Çünki filan zamanın içində filan işi gördüyü bildirir. Və yaxud da zərf-i məkan deyirsən ki, mən oturdum filan yerdə, məsciddə, evdə və yaxud da bazarda, getdim bazara. Bu yeri bildirdiyinə görə buna deyirlər zərf-i məkan. Aydındır? İndi bu zərf-i zaman və yaxud da zərf-i məkan, bunların hər ikisi zərf-i zaman özü ayrılıqda, zərf-i məkan da özü ayrılıqda. İki cürə olur. Zərf-i zaman da iki cürədir. Zərf-i məkan da iki cürədir. Bir var, zərf-i zaman, bax burada bunun söyleyeyim, grafikasını qurum. Qəşəng aydın olsun. Zuruf. Zuruf, yəni zərflər iki cürədir. Zərf, der zaman, zərf, der məkan. Hə? Zərf der zaman var, zərf der məkan var. Aydın? İndi bunların özləri də hərəsi iki hissəyə bölünür. Mubhəm, məhdud. Zərf-i zaman mübhəm var, zərf-i zaman məhdud var. Məsələn, zərf-i zamanı mübhəm nədir? Məsələn, deyirik dəhr. Dəhr. Dəhrin mənası nə deməkdir? Ruzgar. Hansı gün bəllidir? Ruzgar deməkdir. Və yaxud da məsələn deyirəm hin. Hin özü zaman deməkdir. Hansı zaman? Məlumdur. Buna deyirlər mübhəm. Zərf-i zamanı mübhəm. Aydın? Bir də var, zərf-i zamanı məhdud. Məsələn, deyirsən, yavm, gün. Gün deyəndə günlərdən də günəşin doğduğundan batana qədər ona gün deyilir. Yəni, bu məhduddur. Bilirsən ki, bu nədən söhbət gedir. Və yaxud da, məsələn, deyirsən ki, leyl. Leyl, gecə. Gecə nə vaxtdan? Gün batandan gün çıxana qədər. Bu məhduddur. Və yaxud da, məsələn, deyirsən, şəhr. Şəhr nədir? Ay. Ay bilirsən ki, 30 gündən ibarətdir. Yəni, məhduddur da. Amma hinlə dəhrin, yəni, zamanı məlumdur. Nə zaman? Rüzgar. Yəni, bir rüzgar var idi,
mən məsələn yaxşı dərs oxuyurdum. Neçə rüzgar, neçə gün məlumdur, rüzgarlar var idi mənim üçün. Yaxşı rüzgarım var idi. Və yaxud da hin, bir zamanlar var idi. Yəni bu zərf-i zamanı məhduddur. Aydındır? İndi zərflər məkanda da həmçinin. Məhdud var, bir dənə də mübhəm var. Aydındır? Bunda məhdud, mübhəm nə cürədir? Mübhəm... Eyni cəddir, yox, bu məkandır, bu zamandır. Bir də məhdud. Məsələn, mübhəmə bir dənə misal bıraq. Mübhəmə bir dənə misal bıraq, deyirik ki, məsələn, xəlfəkə. Xəlfəkə. Sənin arxanda. Və yaxud da əmaməkə. Sənin qabağında. Məsələn, deyirsən ki, mən filankəsin arxasında dayanıb namaz qıldım. Filankəsin arxası haradır? Birinci səhvdir, ikinci səhvdir, üçüncü səhvdir, dördüncü səhvdir. Bəlkə biri dayanıb Həzrət Əli məscidindən, dayanıb, məsələn, Təzə Pirə qədər arxasına adam düzülüb. Arxasında dayandım, harada dayansın arxası hesab olunur, mübhəmdir, amma bilinmir ki, məsələn, hansıdır. Buna deyirlər, zərfi, məkanı mübhəm. Sənin qarşındayam. Sənin qarşındayam, 1 metrliyimdəsən, 10 metrliyimdəsən və yaxud da sənin böyründəyəm. Bunlara zərf-i məkanı mübhəm deyirlər. Amma zərf-i məkanı məhdud. Məsələn, məscid, konkret, bəyt. Məsələn, cələstu fil məscid, cələstu fil bəyt. Konkret söz deyir. Məsciddə oturmuşam, evdə oturmuşam. Cələstu, məsələn, fil soq, bazarda oturmuşam. Yəni, konkret olaraq sənə məkan bildirir. Aydındır. Amma bu konkret olaraq məkandır. Sənin arxında dayanmışam. Arxamın hansı metrliyində? Məscid deyəndə bilirsən ki, məscid konkret bir məkandır. Beyt deyəndə, məsələn, bilirsən konkret evdir. Məsələn, sən soruşsan, haradasan? Mən deyirəm, evdəyəm. Evdəyəm, yəni konkret bilirsən ki, evin içindəyəm. İndi birinci otaqda, ikinci otaqda dəxli yoxdur. Axırı evdəyəm. Amma xəlfəkə, əmaməkə məsələsi, yəni bu mübhəmdir, yəni məlum deyil. Demək, zərf iki cürədir. Zərf-i zaman, bir də zərf-dər məkan. Aydındır? Zərf-i zaman da mübhəmdir və məhduddur. Yəni, iki hissəyə bölünür. Zərf-dər məkan da həm mübhəm olur, həm də məhdud olur. Misallarını gətirdim. İndi bu zərf ki, məhduddur, zərf-i zamanla zərf-i məkanın məhdudunda çox kiçicik bir fərqlərimiz var ki, onu inşallah ibarətdən vazih olacaq. Aydındır? Əl-qismu thalith, əl-məf'ulu fih. Üçüncü qism mənsubatdan o şeydir ki, o məf'ulun fihdir. Və huvə ismun və o məf'ulu fih o isimdir ki, vəqəəl fi'lu fihi minə zaman vəl məkan. Vaqi olar feil onda, yəni iş vaqi olar bu şeylərin içində, bu şeylərdə minə zaman vəl məkan. Zaman etibarı ilə və yaxud da məkan etibarı ilə. Və yüsəmma zərfən. Və bunlara deyərlər zərf. Məf'ulun fiyhə zərf deyərlər. Aydındır? Yüsəmma zərfən. Adlanar həmin o isim ki, məf'ulun fih deyirik biz ona, o adlanar nə? Zərf. Aydındır? Məf'ulun fih zərf adlanar. Və zərfu zaman əla qismeyn. Və zərfi zaman özü iki qismdir. Bax, bunu deyir. Zərfi zaman özü iki qismdir. Mubhəmun, mubhəmdir. Və huvə, və o indi özü açıqlayır, mübhəm nə deməkdir. Və huvə ma la yəkunu ləhu həddun müəyyənun. Mubhəm odur ki, onun üçün bir dənə həddi müəyyən olmayan. Rüzgar. Zaman. Nə zaman? Həddi müəyyəni yoxdur. Rüzgar həddi müəyyəni yoxdur. Kə dəhrin və hinin. Dəhr və hin kimi. Dəhr rüzgar deməkdir, hin zaman deməkdir. Aydındır? Bu vav ki var, hindən sonra gələn vav. Vav ətvidir. Birləşdirirsən, deyirsən ki, zərf-u zaman əla qismeyn mubhəmun və məhdudun. Aydındır? Mubhəmdir və məhduddur. İndi məhdud nə deməkdir? Və huvə ma yəkunu ləhu həddun müəyyənun. Və həmin
zərf-i zamanı məhdud o isimdir ki, onun həddi müəyyənəsi olsun. Yəni təyin olunmuş bir hədd olsun. Məsələn, kəyyav, gün, bir gün. Ləylə, bir gecə. Aydın? Evet. Gecə kimi, gün kimi. Aydındır. Və şəhrun, və şəhrin, və sənətin. Şəhr aydır, sənə də ildir. Yəni il bilirsən ki, konkret olaraq 12 aydan ibarət olan bir şey. Yəni həddi müəyyənəsi var. Dəhrin həddi müəyyənəsi var? Xeyr. Hinin həddi müəyyənəsi var? Xeyr. Zaman. Nə zaman? Neçə zaman? Hin, rüzgar, neçə rüzgar? Bilinmir. Həddi müəyyənəsi yoxdur. Amma şəhərdir. Şəhərin həddi müəyyənəsi var. Bilirsən 30 gündən ibarətdir. Sənənin həddi müəyyənəsi var. Bilirsən ki, sənə, yəni il 12 aydan ibarətdir. Leylin həddi müəyyənəsi var. Bilirsən ki, günəş batandan ta sübh fəcrə qədər buna leyl deyərlər. Məsələn, günün, yevmun həddi müəyyənəsi var. Bilirsən ki, fəcr doğandan ta gün batana qədər ona yevm deyərlər. Aydındır? Bizim zərfi zamanımız neçə hissəyə bölündü? 2 hissəyə. Mübhəm və məhdud. Mübhəm odur ki, onun həddi müəyyənəsi olmasın. Məhdud odur ki, onun həddi müəyyənəsi olsun. Aydındır? Misalları da gətirdi. Kədalikə mubhəmun. Hara keçdik biz? Nə qədər? Mən ötürə gedirəm. Və kulluha. Səndə də kulluhadır, yoxsa bəli. Bu işğal, bu səhvdir. Kulluha desək, qaydacıq o misallara. Amma kulluha deyilməz. Kulluhuma. Və kulluhuma. Yəni kulluhuma deyəndə zərf-i zamanı məhdud və zərf-i zamanı mubhəm. Yəni hər ikisi. İstir zərf-i zamanı mubhəm, bax, istir zərf-i zamanı mubhəm, istir zərf-i zamanı məhdud. Kulluhuma. Yəni bunların hər birisi misalları ilə. Hər birisi nədir? Mənsubun. Nəsblidir. Dəhrən, hinən, yevmən, leylətən, məsələn, şəhrən, sənətən. Bax, və kulluhuma mənsubun. Və bunların hər birisi mənsubdur. Bir təqdiri fi. Təqdirdə bir dənə fiini tutmaqla. Hərfi cərri fi tutmaqla. İndi deyəcəm, başa salacam. Təqdirdə bir dənə fiini tutmaqla. Təqulu. Deyirsən ki, necə ki deyərsən misalda. Sumtu dəhrən. Oruç tutdum rüzgarda. Deyirsən rüzgarda sözü dedin. Elə bir təqdirdə belə var. Sumtu fi dəhrin. Aydındır? Sadəcə bu fi bunun təqdirindədir. Sumtu fil fail. Hə? Dəhrən deyəcəksən ki, məf'ulun fihdir. Təqdirdə bir dənə fi var. Boş yerə bunun adı fi deyir ki, məf'ulun fih deyir ki. Təqdirdə fi var, niyə cəhətdir? Təqdirdədir o. Təqdirdədir. Fi təqdirdədir. Başa düşdün? Bu məf'ulun fihdir axı. Məf'ulun erabı nədir? Məf'ulun kullu məf'ulun mənsubun. Hə? Məf'ulun erabı mənsubdur. Əgər sən bunu məf'ul kimi qərar verirsənsə, demək mənsub eləməlisən. Amma zaman bildirirsən və yaxud da məkan bildirirsən, indi zərf-i zamanı mübhəm olsun və yaxud da zərf-i zamanı məhdud olsun və yaxud da zərf-i zamanı, zərf-i məkanı mübhəm olsun və yaxud da zərf-i məkanı məhdud olsun, yəni bunun bir dənə fisi var. Amma məf'ul mövqeyində qərar tapdığına görə mənsubdur. Aydındır? Bu fiisinə də aiddir da. Bəli. İndi burada bir dənə açıqlama verəcək, yəni kiçik fərqlər dedim ha, həmin o fərqləri. Zərflər məkanın mübhəmində, yəni ki, fiini təqdirdə tuta biləcək. Hə? Məsələn, deyəcəksən ki, cələstu xəlfəkə. Yəni, cələstu fi xəlfik. Yəni, mən sənin arxanda oturmuşam. Amma zərflər məkan məhdudda, sən labuddur ki, kəlamda fiini göstərəsən, təqdirdə tutmayacaqsan. Məsələn, deyəsən, cələstu fil məscid. Day deyəməzsən, cələstu məscidə, təqdirdə də bir dənə fi tutasan, deyəsən ki, təqdirdə fil məsciddir. Fi indi ləfsdə görsəncəkdir. Bəli, bəli. Ancaq zərflər məcrur, fi göstərir. Deyəcəksən ki, məsələn, cələstu fil məscid, cələstu fil fail. Fil məscid zərfidir, mütəlləqdir cələstuya. Həm də məf'ulun fihdir, şey üçün, cələstu üçün.
təqdirdə məhəlli nədir? Mənsubdur. Məf'ulun fiidir. Sadəcə bu zərf məkan məhdud olduğuna görə labuddur ki, bunun cər hərfizi ləfzdə görünsün. Aydındır? Bu bırsıların nisbətən, bu bırsılardan fərqli olaraq. Amma bu bırsıların hamısında istəyir zərflər məkan mübhəmdə, istəyir zərflər zamanı məhdudda, istəyir zərflər zamanı mübhəmdə, bunların hər birisində fiili təqdirdə tutacaq. Hə? Ləfzdə bunlar mənsub görünəcəklər. Amma zərflər məkan məhdudda biz labuddur, gərəkdir, naçarıq ki, fiili kəlamda gətirək. Aydındır, təqdirdə tuta bilməliyik. Bu artıq məhəllə mənsub olacaq. Amma ləfzdə məzrur olacaq. Fil məscidi. Biz amma mənim təqdirdə qətiçində dəyişiklik olacaq ki. Bu ərəbin qaydasıdır da. Ərəb belə deyir. Yəni onun bir açıqlamasını vermir. Ərəb deyir ki, bunu belə deyib. Zərflər məkanı məhdudda budur ki, zərf hərfi, huruf-u zərf, ədat-ı zərf, yəni ləfzdə görür. Biz ləfzdə götürsün necə olar? Nətər yəni ləfzdə götürsün? Ləfzdə götürsün, təqdirdə götürsək. təqdirdə götürsün, onu ərəb o cür qəbul eləmir. Yəni bu qaydanın elə bir ki, xilafına olur. Qaydanın xilafına olur. Məsələn, elə kəlmələr var ki, mazi kəlmələri, məsələn, onların if'al babı bağlanmır. Amma biz özümüzdən bağlayırıq. Onu ərəb qəbul eləmir. Sən bağlaya bilirsən onu. Amma ərəb onu qəbul eləmir. Məsələn, əşərə demək, əşərə, 4 dənə fəthənin əşərətə demək. Nə var ki, bizim üçün çətindir axı əşərətə demək, hə? Amma ərəb 4 dənə fəthəni dalbadal qəbul eləmir. Deyir, mənim üçün çətindir. Ya əşərətə olsun, ya əşrətə olsun. Hə? Yadındadır, buna ədadda keçir. Bu da ərəbin bir qayda qanundur. Deyir, bu cür qəbul edir. İndi xub indi nədir, niyə qəbul eləmir? Onu Muğnidə açıqlayacaq, açıqlamayacaq, mütəvvəldə açıqlayacaq, açıqlamayacaq. İnşallah onu gələcəkdə biləcək. Yəni niyəsini. Niyə bunu ərəb bu cürə qərar verir? Hələlik, məsələn, hidayə oxuyuruq. Hələlik bunu bu qədər, yəni buradan bilək. Aydındır? Deyir ki, və kulluhuma mənsubun və bunların hər birisi mənsubdur bi təqdiri fi. Təqdirdə fiini tutmaqla. Təqulu, necə ki deyərsən, sumtu dəhrən və safərtu şəhrən. Safərtu, feil, fail, şəhrən məf'ulun fiildir. Niyə görə 2 dənə misal gətirdi? Birini zərfi zamanı məhduda misal vurdu, birini də zərfi zamanı mübhəmə misal vurdu. Aydındır? Əy, indi özü misalların şərhini verir, açıqlamasını verir. Elə bir ki, təqdirdə tutursan, sumtu fi dəhrin və safərtu fi şəhrin. Aydındır? Elə bir ki, bir dənə təqdirdə fi var. Və zuruful məkan. İstəyirsən onun üzünü çöndər o yana, o kağıza çırpasın o tərəfə. Hə, çör bir yana. Siyo, tamam. Və zuruful məkan kəzalik. Və deyir, zərf-i məkan da, məkan zərfləri də, zuruful məkan kəzalik, yəni məkan zərfləri də eyni ilə zaman zərfləri kimidir. Kəzalik, yəni zamanın zərfi kimidir. 2 hissəyə bölünür, mübhəm və məhdud. Aydındır? Mubhəmun və huvə mənsubun eyzən. Deyir ki, və zuruful məkan kəzalik mubhəmun və məkan zərfləri də həmçinin, yəni zaman zərfləri kimidir. Mubhəmun, mübhəmdir. Və huvə mənsubun eyzən və o da həmçinin mənsubdur. Nəhvu cələstu xəlfəkə və əmaməkə. Elə bir ki, cələstu əmaməkə. Aydındır? Oturdum sənin arxanda. Əmaməkə yəni qarşında. Bu mübhəmdir. Bilmirsən arxamda hansı tərəfdə? 1 kilometr arxamda, yoxsa 1 metr arxamda. 1 metr qabağımda, yoxsa 1 kilometr mənim qarşımda əyləşmirsən. Yəni mübhəmdir. Yəni bunun şey yoxdur. Və məhdudun və həmçinin məhduddur. Yəni zərf-i məkan həm mübhəmdir, həm də məhduddur. Zərf-i zaman kimi. Məhdud nədir? Və huvə və bu məhdud ma la yəkunu mənsubən bi təqdiri fi. Bax, həmin məsələyə gəldik çıxdı. Zərf-i məkan dər məhdud. Zərf-i məkan məhdudda. Deyir, ma, o şeydir ki, la yakunu mənsuben bi təqdiri fi. Mənsub olmaz təqdirdə fi tutmaqla. Bəl, labuddə min zikri fi. Bəlkə
labuddur, naçarıq ki, fiili zikr eləyək kəlmədə. Aydındır? İzah verdiyim kimi. Nəhvu cələstu fiddar. Da deyəmərik cələstu darən. Cələstu darən. Deyə bilmərik. Ərəb bunu bu cürə qəbul eləmir. Zərf, dər məkan, özdə məkanı məhdud. Gərəkdir ki, biz fiili neynəyək? Ləfsidə göstərək. Cələstu fiddar və yaxud da cələstu fizzsoq. Soq yəni bazar. Cələstu fil məscid. Yəni bunlarda gərək gətirək. Bunu da təcziyə tərkib eləyəndə belə təcziyə tərkib eləyəcəksən. Cələstu fe'l fail. Fiddar zərfidir, car-ı məcrurdur, mütəlləqdir cələstuya. Aydın? Və eyni zamanda məhəllən mənsubdur, çünki məf'ulun fihdir. Aydındır? Bu məf'ulun fihin açıqlaması. Məf'ulun fih nə oldu? Məf'ulun fih budur ki, bir ismə deyirlər ki, fe'l, iş vaqe olur həmin o şeyin içində. İndi o şey ya zamandır, ya da məkandır. İş vaqe olur o şeyin içində. İndi o şey ki, içində iş vaqe olub, o ya zamandır, ya da məkandır. İndi zaman özü iki hissəyə bölünür. O zaman ya məhduddur, ya da mübhəmdir. Məkan da həmçinin iki hissəyə bölünür. Həmin o məkan ya mübhəmdir, ya da məhduddur. Aydındır? Ya iş vaqe olur hansısa zamanın içində, indi o zaman ya məhduddur, ya mübhəmdir. Və yaxud da iş hasil olur hansısa məkanın içində, o məkan ki, o məkan ya mübhəmdir, ya da məhduddur. Və bunların hamısında təqdirdə bir dənə fi tutacaq və zahirdə nəsb olacaq. Fəqət bir dənə zərf-i məkan dər məhdudu xaric etməklə. Zərf-i məkan dər məhdud gərəkdir ki, fi ləfzdə görünsün. Bir dənə dəyişiklik olur. Bəli, bir dənə dəyişiklik budur. Tamam, aydındır. Əl-qismur rabi. Mənsubatdan dördüncü qisim əl-məf'ulu ləh. O məf'uldur ki, burada da əl-məf'ulun əvvəlindəki əliflam mövsuldur. Buna deyəcəksən ki, o məf'ul ki, nədir? Ləhdir. Məf'ulu ləhdir. Və huvə, o məf'ulun ləh niyə deyərlər? Və huvə, həmin o məf'ulu ləh ismun ma. O isimdir ki, liəclihi yəqəul fe'lil məzkur qəbləhu. Ondan qabaq zikr olunmuş fe'l vaqe olar ona xatir. Məf'ulun ləh nədir? Bax, loru dildə deyəcəm, qəşəng aydın olsun. Məf'ulun ləh nədir? Biri soruşur. Deyirsən ki, məf'ulun ləh o ismə deyirlər ki, ondan qabaq gələn fe'l ona görə vaqe olur. İcra olunur. Məsələn, deyirsən ki, zərəbtu tə'dibən. Zərəbtu tə'dibən. Deyirsən ki, məsələn, zərəbtu tə'dibən. Fe'l fail, məf'ul, tə'dibən məf'ul. Məf'ulun ləhdir. Məf'ulun ləh. O isim mənası bu deməkdir ki, vurdum ədəbləndirmək üçün. Vurdum ədəbləndirmək üçün. Yəni, vurmaq nə üçün icra olundu? Bir şəxsin ədəblənməsi üçün. Aydındır? Məf'ulun ləh o isimdir ki, özündən qabaq vaqe olan isim onun həyata keçməsi üçün işlədilsin. Yəni, bu adamın ədəblənməsi üçün bu iş vaqe olundu. Aydındır? Bunun təqdirində bir dənə lam var. Zərəbtu lit-tə'dibi. Döydüm onu ədəblənməsi üçün. Ona görə buna məf'ulun ləh deyirlər. Aydındır? Əl-qismur rabi. Dördüncü qisim mənsubatdan əl-məf'ulu ləh. Məf'ulu ləhdir və huvə ismun ma. O isimdir ki, liəclihi ona xatir. Yəqəul fe'lil məzkur ma qəbləhu. Ondan qabaq zikr olunan fe'l ona xatir vaqe olar. Aydındır? Yunsabu bi təqdiri lam.
Nəsblənər, amma təqdirdə bir dənə lam tutmaqla. Yəni zərfi zamanda təqdirdə fi tuturdu. Hə? Bəli. Amma məf'ulun ləhdə təqdirdə bir dənə lam tutacaq. Nəhvu zərəbtuhu tə'dibən. Döydüm onu tə'dibən, yəni əylit tə'dib. Onu ədəbləndirməkdən ötəri. Aydındır? Və qəəttu ənil hərb cobnən. Oturdum hərbidən qorxduğum üçün. Yəni bir nəfər... Neydi ki? Hə? Cobla. Cobnən yəni qorxmaq da elə bir şey. Bax, belə bir şey. Yəni hərbidən qaçıb, döyüşdən qaçıb qorxduğuna görə. Hə. İndi iki dənə misal burada niyə vurdu? Yəni bu iki misalı niyə vurdu ki burada? Bir misal vurdu, elə başa düşdükdə bunu zərəbtuhu tə'dibən. Hə? Bunun üçün Lamla gətirdi. bu ikisi də lil cobun. Lil cobun da lamlandı da elə. Yox, birinci lamla deyirəm. Yox, birinci də lamlandı, ikinci də lamlandı. Bax, zərəbtuhu tə'dibən, hə? Təqdirdə bir dənə lam tutur, lil tə'dib, hə? Qəəttu ənil hərbi cobnən. Təqdirdə lil cobun. Hə? Bəs iki misal niyə gətirdi burada? Bizə nəyə başa salmaq istəyir burada onu? Hə, bunu günlərcə fikirləşdin, tapa bilməyəcəksən. Qoy mən bunun açıqlamasını deyim sənə iki dənə misal niyə görə gətirdim. Biz dedik ki, məf'ulun lə o isimdir ki, ona xatir iş vaqe olur. Hə? Yəni ədəbləndirmək, yəni niyyətin olur, hə? İşi vaqe edirsən. Bir də var ki, iş vaqe olur, sonra o halət baş verir. Bir var halət baş verir, iş vaqe olur. Biri ədəbsiz idi. Hə? Ədəbləndirmək üçün, onun üçün iş, ona xatir işi vaqe elədir. Düzdür? Bir də var ki, cobun, bax, ədəbləndirmək birinci baş verib, yoxsa iş birinci baş verib? İş vurdum. Niyə? Ədəbləməsi. Ədəblənməsi üçün. Hə? Ədəbsiz idi. İş bunu ədəbləndirmək üçün. İndi qorxu birinci vaqe olur, yoxsa oturmaq birinci vaqe olur? Qorxu. Qorxu birinci vaqe olur, sonra oturursan. Burada iş birinci vaqe olurdu. Orada məf'ulun ləh birinci vaqe oldu. Birinci insanın qəlbinə qorxu gəlir, döyüş qorxusu. Sonra oturur, döyüşmür. Amma burada ədəbləndirmə, ədəbsizlik var idi. İş bunun ədəbsizliyinə görə vaqe olmuşdu. Birinci iş vaqe oldu, sonra ədəbləndirmək oldu. Amma ikinci misalda isə, yəni lil cobun məsələsində birinci məf'ulun ləh baş verdi, sonra feil baş verdi. Aydındır? Burada birinci feil baş verir, sonra məf'ulun. Başlanğıcda o cür o şey demə daxil. Dedi ki, deyir məf'ulun ləh o isimdir ki, feil ona xatir baş versin. Qorxu. Hə? Ona xatir baş versin. Və hər hal, hər ikisində feil ona xatir baş verir. Amma birində məf'ulun ləh olur, sonra feil baş verir. Birində feil baş verir, sonra məf'ulun ləh olur. Aydındır? Başa düşdün qəşəng? Birində, məsələn, ədəbsiz idi. İşi vaqe eləyirik, sonra tədib, yəni baş verir. Birində qorxu var idi, məf'ulun ləh var idi. Amma iş vaqe doğru idi. Qorxu olandan sonra iş vaqe oldu. İş nədir? Oturmaq. Oturdum. Aydındır? Qorxdum, sonra oturdum. Birində vurdum, ədəbləndirdim. İşi elədim, sonra oldu. Məf'ulun ləh meydana gəldi. Bax, birində vurdum, ədəbləndi. Birində, obrisində isə qorxdum, oturdum. Birində işi vaqe elədim, məf'ulun ləhi meydana gətirdim. Birində, ikinci misalda isə məf'ulun ləh meydana gəldi, sonra iş vaqe oldu. Aydındır? İki misal ona görə gətirib. Sənə bu sualı verərlər, çaşdırarlar. Demək, deyir ki, və ində zoccac, zoccacın yanında, zoccac nəhv alimidir. Nəhv aliminin adıdır. Zoccacın bu məf'ulun ləh barəsində fikri. Və bura qədər başa düşdündə hamısını. Və ində zoccac və huvə məsdarun təqdiruhu əddəbtuhu tə'dibən. Deyir ki, o məf'ulun ləh ki, siz deyirsiniz, ha, o məf'ulun ləhdir. O məsdərdir, bəlkə məf'ulun mütləqdir. Məf'ulun mütləqdir. Məf'ulun mütləq yadındadır. Lap əvvəldə keçdik ki, öz feilinin elə bir ki, mənasını daşıyır. Məsələn,
Zərəbtu, məsələn deyirsən ki, buradan mən misalda hunu işlətməmişəm. Zərəbtuhu. Hə? Zərəbtuhu tə'dibən. Bu deyir, əslində belə deyir. Zərəbtuhu fe'l fail, bu məf'ulun bih, bu da məf'ulun ləh. Belə getməz. Deyir, bəlkə bunun təqdirində bir dənə buna oxşar feili var. Deyirsən ki, zərəbtuhu. Hə? Zərəbtuhu. Vurdum onu. Fe'l fail məf'ul. Məf'ulun bih. Bir dənə təqdirdə tutursan, yəni əddəbtuhu, əddəbtuhu tə'dibən. Tə'dibən. Məf'ulun mütləq oldu, olmadı. Deyir, bəlkə bu məllə məf'ulun mütləqdir, məstərdir. Öz feilinin məstərini aşkar edir. Məf'ulun mütləq neyindir? Öz feilinin məstərini aşkar edir. Onda o cürə də oxumaq olar da. Götürmək olar. Bu cürə də götürmək olar. Bu Zoccacın fikridir. Əgər bu cürə götürsün, o da bir nəhv alimidir də. Yəni deyəcəksən ki, mən Zoccacın Uyğun fikridir. gəlir də o cürə. Uyğun gəlir, bəli. Amma bu məf'ulun ləh baxır. Bunun bir dənə lamı var. Lit tə'dib. Bəli. Məf'ulun ləhdir. Bir dənə məf'ulun ləh odur ki, təqdirdə ona lam tuta bilərsən. Aydındır? Amma məf'ulun mütləq nədir? Məf'ulun mütləq ya təkid üçün olar, hə? Sonra nə üçün olar? 3 dənə demişdik. Nə idi? Təkid idi, Səbəbi, növ üçün. növü aşkar eləmək, ədəb, tamam. Hə, burada növ təyin eləmir ki. Bəli. Hə, növ təyin eləmir ki. Bu göstərir ki, niyəsini deyir, niyə vurdum mən onu? Lit tədib, ədəbləndirmək üçün. Bu məf'ulun ləhdir. Bu Zoccacın fikri çox uyğundur, zahirən uyğundur. Amma bu birinci fikir, sahib hidayənin fikri, yəni daha uyğundur. Aydındır? Məf'ulun mütləqə bu yaxın gəlmir. Hə, və ində Zoccac huvə məsdarun təqdiruhu əddəbtuhu tədibən. Aydındır? Əl-qismul xamis, 5-ci qisim. 5-ci qisim əl-məf'ulu mə'ə. 5-ci qisim məf'ulu mə'ədir. O məf'ulu ki, o məf'ulu mə'ədir. Və huvə və məf'ulu mə'ə ma, o şeydir ki, o isimdir ki, yuzkəru ba'dəl vav, vavdan sonra zikr olunar. Həmin o məf'ulu mə'ə vavdan sonra zikr olunar. Hansı vavdan sonra? Bi mə'na mə'ə. O vavi ki, mə'ə mənasındadır. Bax, məsələn, deyirəm ki, cələstu ənə və Zeydən. Yazaq. Deyirəm ki, cələstu fe'l fail, hə? Ənə təkid. Bunun içindəki ənədir də. Bəli. Yəni mən oturdum da. Ənə təkid. Və Zeydən. Zeydən. Məf'ulun mə'ə. O isimdir ki, məf'ulun mə'ə. O isimdir ki, o vav ki, mə'ə mənasındadır, ondan sonra vaqe olursun. Aydın? Vav mə'ə mənasında nə deməkdir? Lim musahibətihi. Yəni bunun mənası belə olacaq. Oturdum Zeydlə birgə. Day deməyəcəksən, oturdum mən və Zeyd. Belə deməyəcəksən. Deyəcəksən, oturdum Zeydlə birgə. Bu qərinədən bilicidir. Mə'ə mənasındadır da. Bu, yəni feildir, faildir, təkidi gəlib, vav gəlib, təkidi gəlibsə, vav gəlibsə, demək mə'ə mənasındadır bu vav. Zeydən mənsubdur, niyə görə məf'ulun mə'ədir. Deyəcəklər, niyə məf'ulun mə'ədir? Deyəcəksən, çünki burada vav bir məna mə'ədir. Hə? Yəni, bu bildirir ki, mən oturmuşam Zeydlə birgə. Aydındır? Cələstu ənə və Zeydən. Hə? Belə. Bəzi hallarda ətf eləmək də mümkündür. Əgər ətf eləmək mümkündürsə, sən bunu rəf halətində də oxuya bilərsən, nəsb halətində də oxuya bilərsən. İndi onları gələcək ibarətdir ki, hansı halətlərdə. Əl-məf'ulu mə'ə və huvə ma yuzkəru ba'dəl vav biməna mə'ə. Məf'ulun mə'ə o isimdir ki, zikr olunar vav-ı mə'ə mənasından sonra. Limusahibətihi mə'mulu fe'l. Fe'lin məmulu ilə müsahibət etməsi üçün. Yəni bir olması üçün. Bax, fe'lin məmulu nədir? Tu. Ənə. Hə?
Cələstu ənə. Cələstu ənə yəni mən oturdum. Failidir də, düzdür? Evet. Failidir. Failin əlaməti nə olar? Rəflə. Rəf əlaməti. Demək bu ənə məhəllə nədir? Mərfudur. Mərfu. Hə? Cələstu ənə. Bu yəni məf'ulun mə'ə feilin məmuli ilə müsahibət etməsi üçün yəni işlədilər. Aydın, yəni müsahibət birlikdə. Birlikdə. Cələstu, yəni oturdum mən Zeydlə birgə. Aydındır? Bəli. Feilin məmulu deyəndə ki, bu nəyi demək istəyir feilin məmulu ilə müsahibət eləsin? Deyəsən ki, feilin məmulu burada ənədir, yəni mən. Hə? Mərfu alət, failidir də. Məni ilə yəni birlikdə müsahibət edib bu. Məf'ulun mə'ə yəni məni ilə birlikdə. Aydındır? Ustad, mən bir şey çəkdim. Və bu harda bu bircə mənə olandır? Bəs bu həmin məf'ul mə'ədir də cələstu ənə təkid gətirib vav. Sonra özündən sonra mənsub isim vaqe olub. Mənsub isim vaqe olubsa deyəcəksən ki, vav-vavı mə'ədir. Hə. Mənsubdursa vav-ı mə'ədir. Demək bu vav mə'ədirsə bu da məf'ulun mə'ədir. Aydındır? Burada müsahibət mənasındadır. İndi ətf eləmək mümkün olsa, onlar da deyəcək ki, nə cür olur? Məsələn, bax. Deyir ki, zikr onlar mə'ə mənasında olan vavdan sonra li müsahibətihi mə'muli fe'lin, fe'lin mə'muli ilə müsahibət etməsi üçün. Nəhvu, ca'əl bərdu vəl cilbabə. Aydındır? Ca'əl-bərdu, ca'ə fe'l. Əl-bərdu onun faili. Hə? Vav mə'ə, əl-cilbabə onun məf'ulu mə'əsidir. İndi bunu əl-cilbabu da oxuya bilərsən. Əl-cilbabə də oxuya bilərsən. Əgər əl-cilbabu oxusan, ətf eləyəcəksən. Deyəcəksən ki, ətf elədim. Nəyə? Feilin məmuluna. Feilin məmulu nədir? Əl-bərdu. Hə? Əl-bərdu failidir, hə? Deyəcəksən ki, mən bunu demək, ətf elədim əl-bərduya, ona görə əl-cilbabu oxudum. Hə? Amma mənsub oxusun, deyəcəksən ki, bunu mən məf'ulu mə'ə tutdum, ca'ə üçün. Aydındır? Vav bəmənayı mə'ədir. Yəni, bunu ətf də eləyə bilərsən və eyni zamanda vavı mə'ə mənasında da götürə bilərsən, niyələri gətirəcək. Və ci'tu ənə və zeydən. Biz vırdığımız misalı vurdu. Ci'tu ənə və zeydən. Oturdum, gəldim mən Zeydlə birgə. Daha deməyəcəksən, gəldim mən və Zeyd. Deyəcəksən, gəldim Zeydlə birgə. Yəni, düşün ki, gəldim mən və Zeyd. Yəni, bunun mənası olur ki, mən gəlmişdim. Ola bilsin ki, müxatəb belə başa düşsün ki, mən gəlmişdim. Zeyd məndən 1 saat sonra gəlib, 2 saat sonra gəlib. Bu mənanı verir. Amma Ceytu ənə və Zeydən deyəndə, yəni bunun mənası o deməkdir ki, yəni ikimiz bir gəldik. Mə'ə mənasında. Aydındır. Əy mə'əl cilbab və mə'ə Zeydin. Bu ikisinin də yəni mənasını açıqlayır. Yəni cilbabla və Zeydlə. Fə in kanəl fe'lu ləfzən və cazəl ətv. Deyir ki, əgər feil ləfzən olsa, ətf eləmək caizdir. Feil əgər ləfzən olsa, yəni ləfzdə feil görünsə, caizdir ki, məf'ul mə'əni feilin məmuluna ətf eləyəsən. Yəcuzu fihil vəchihan və caizdir onda 2 dənə, hər 2 vəcv. Cazəl ətf, yəcuzu fihil vəchihan və caizdir onda 2 dənə vəcv. Nəhvu. Ci'tu ənə və Zeydun da deyə bilərsən və Zeydən də deyə bilərsən. Bax, cələstu ənə və Zeydən. Biz dedik axı bu faildir. Düzdür? Birgə də götürə bilərik. Və ətf də götürə bilərik. Bax, biz demişdik axı faildir bu. Faildirsə nədir? Mərfudur da. Hə? İndi biz bunu Zeydun da deyə bilərik. Zeydun düşür. Deyəcəksən, sən bunu Zeydun niyə oxudun? Axı bu məf'ul mə'ədir. Deyəcəksən ki, ətf elədim. Deyəcəksən, sənə ətf eləməyə nə icazə verdi sən ətf eləyəsən? Deyəcəksən ki, feil ləfzdə görünür. Feil ləfzdə görünürsə, yəni bu artıq mənası aşkardır. Yəni bunlar bir yerdə olur. Nəsblə götürsün. Düşün ki, və Zeydən.
nəsblə mənsub götürsün. Soruşsalar, niyə görə mənsub oxudun? Deyəcəksən ki, məf'ulun mə'ədir. Nəyə əsasən? Deyəcəksən ki, feil ləfzdə olursa, sən bunu ətfdə oxuya bilərsən, vavı mə'ə mənasında da götürə bilərsən. Aydındır? Və illəm yəcuzil ətf, əgər ətf eləmək caiz deyilsə, yuəyyənun nəsb, onda vacibdir ki, nəsb gətirəsən, mənsub gətirəsən. Məsələn, nəhvu ci'tu və zeydən. Ci'tu və zeydən. Sən indi burada heç cürə ətf eləyə bilməzsən. Niyə görə? Çünki bax, ci'tu və zeydən. Və zeydən. İsmi zahiri, zəmiri mübhəmə heç vaxt ətf eləmək olmaz. Niyə kimsə? Caizdir da. Zəmirə biz ətf eləyə bilmərik bunu. Xeyr. Bu zəmiri münfəsildir. Bəli. Zəmir zahirdir də. Aydındır. Ona görə ətf eləmək caizdir. Amma burada gətirmədi ki zəmiri zahirini. Zəmiri münfəsili gətirmədi ki. Gətirməyibsə bunun içində zəmir bir dənə gizlindir. Ənə. Ənə gizlindir. Biz də heç vaxt ismi zahiri yadında qalsın. İsmi zahir zəmirə ətf olunmaz. Bunu ətf eləmək mümkün deyilsə, demək nə cür oxuyacaq, elə mənsubda oxuyacaq. Feil ləfzdə olmasına baxmayaraq. Bəli. Sənə indi biri gəlib desə ki, bu ci'tu ilə cələstu, ci'tu və zeydənlə ci'tu, ənə və zeydənin fərqi nədir? Ci'tu, ənə və zeydən, zeydun və yaxud da zeydən. Deyəcək, ci'tu və zeydən nə deməkdir? Deyəcəksən ki, gəldim mən zeydlə birgə. Ci'tu, ənə və zeydun və yaxud da zeydən nə deməkdir? Deyəcəksən ki, gəldim mən zeydlə birgə. Nə fərq elədi ki? Bəs niyə görə sən birincidə, niyə görə sən ətf eləyə bilmədin? Amma ikincidə deyirsən ki, ətf eləmək olar. Deyəcəksən ki, feilin, faili içində gizlinin olduğuna görə, məmulu içində gizlinin olduğuna görə ismi zahir heç vaxt zəmirə ətf olunmaz. Ona görə də məf'ulun məni gərəkdir mənsub gətirək öz halətində. Amma ikincidə feilin məmulu təkid olunur kənarda münfəsilən. O zaman bizə icazə verilir həm ətf eləyə bilərik, həm də məf'ulun məni öz halətində gətirə bilərik. Aydındır? Bunu yadında saxla. Məf'ulun mə'ənin nəsblənməyi və rəflənməyi 5 halətdən ibarətdir. Ya nəsb olması ilə rəf olmasının heç bir fərqi yoxdur, mübahdır. Ya nəsb olması vacibdir, rəf eləyə bilməzsən. Ya nəsb olması haramdır. Nəsb eləyə bilməzsən, gərək rəf eləyəsən. Ya nəsb olması məkruhdur, yəni xoşa gəlməzdir orada nəsb eləyəsən. Ya da nəsb olması müstəhəbdir, yaxşıdır ki orada nəsb eləyəsən. Bu iki dənə haləti göstərdi bizə. Aydın? Birində dedi ki, burada ixtiyar sahibisən. Həm ətv eləyə bilərsən, həm də nəsb eləyə bilərsən. Feil ləfzdə göstərilərsə və təkidlənibsə, yəni zəmiri münfəsillə. Burada deyir ki, haramdır sən bunu ətv eləyəsən. Haramdır sən bunu burada ətv eləyəsən. Nəsblə yətəəyyənun nəsb, yəni vacibdir ki, nəsb verəsən. Niyə? Çünki feilin mə'mulu təkidlə göstərilmir. Aydındır? Təqdirdə bir dənə zəmir var, biz bu ismi zahiri götürüb zəmirə ətv eləyə bilmək. Yətəəyyənun nəsb. Aydındır? Bu iki haləti. Nəhvu ci'tu və zeydən. Aydın? Və in kanəl fe'lu
mə'nən və cazəl ətfu təəyyənəl ətf. İndi deyir ki, əgər feil mənada ola, yəni feil ləfzdə olmayan, ləfzdə feil yoxdur, mənada feil var, ətf caizdir, bəs vacibdir ki, sən orada ətf eləyəsən. Təəyyənəl ətf, yəni təyin olunacaq ətf. Nəhvu ma li zeydin və əmrin. Ma li zeydin və əmrin. Sən burada, məsələn, elə bil ki, bax, misalı yazın bura, burada başa salacam. Ma biraz ara koyuram çünkü bu arada bir tane başka bir şey yazacağım. Ma li zeydin ve emrin. Ve emrin. He? Ma li zeydin ve emrin. Feil falan yoktu. Bunun mənası bu deməkdir ki, senin Zeyd ve emirle ne işin var? Burada bir tane feil var, o gösterilmiş. Ne işin var? Ne işin var? Feildir de. Bəli. Təsnə. Ma təsnə li zeydin və əmrin. Sənin təqdirdə tutub da mənada. Elə bu feili gətirmir kəlməyə. Elə deyir ki, ma li zeydin və əmrin. Sən zeydlə əmrindən nə işin var? Feili gətirmir. Məsələn, bizdə deyirlər, ha, Zeyddən əmirdən sənə. Day demir, ha, nə işin var? Sənə. Hə? Bəli. Yəni o sualın arasında feili gətirmir. Qısa deyir də, konkret deyir sözü. Zeyddən əmirdən sənə nə? Yəni nə işin var? Onlarla sən Təqdirdə gəldi yanına baş verəcək. indi deyəcəksən ki, ma istifhamiyyədir. Hə? Sualdır da. Təsnə buradan həzf olunur. Li Zeydin və əmrin car məzrurdur. Amil-i müqəddərə, yəni şeydir. Və li Zeydin və əmrin bu məf'ul mə'ədir. Əslində. Hə? Məf'ul mə'ədir. Ha, nə üçün? Təqdirdə tutduğun feil üçün. Məf'ul mə'ədir. Məhəllən mənsubdur. Aydındır? Bəli. İndi bu li Zeydin və əmrini sən gətirdin, birləşdirdin, elə bil ki, ətf elədin bunları bir-birinə. Aydındır? Çünki feil zahirdə yoxdur, mənadadır. Və sənə caizdir ki, sən burada birinin digərinə ətf eləyəsən. Aydındır? Və deyir ki, əgər feil mənada olarsa, yəni ləfzdə olmazsa, əvvəl söhbətimiz gedirdi ləfzdən. Təəyyənəl ətf. Ətf təyin olunur. Yəni, yaxşıdır ki, sən ətf eləyəsən bunu bir-birinə. Hə? Təəyyənəl ətf. Deyir ki, və in kanəl fe'lu mə'nən. Əgər feil mənada olarsa və cazəl ətfu təəyyənəl ətf. Caizdir ətf eləmək və təyin olunar ətf. Nəhvu mali zeydin və əmrin. Sənin zeyddən və əmrdən nə işin var? Və illəm yəcuzil ətf. Əgər ətf caiz olmasa təəyyənə nəsb. Onda nəsb təyin olunacaq. Nəhvu maləkə və zeydən. Bax. Deyirsən ki, ma ləkə və zeydən. Və zeydən. Burada da elə bir ki, təsnə. Təsnə. Hə? Ləkə. Kafın üstünə bunu ətf eləyə bilməzsən. Əgər feil mənada olarsa, feil mənada olarsa, sən ismi zahiri buna zəmirə ətf eləyə bilməzsən. Feil mənada olarsa, aydındır? Feil ləfzdə olanda göstərdi də eləyə bilərsən. Amma feil mənadadırsa, sən bu ismi zahiri buna ətf eləyə bilməyəcəksən. Ona görə, sən bunu görmürsən. Bunu mən elə belə yazmışam bura, parantez içərisində. Sən bunu görmürsən. Ona görə də deyirsən ki, ma ləkə və zeydən. Bunu mənsub niyə gətirdin? Aha, bu mərfudur, məhəllən mərfudur. Çünki təqdirdə olan feilin failidir, hə? Sənin nə işin var? Zeydun niyə gətirmədin? Axı feil mənada olanda sən ətf eləyə bilərsən.
deyirsən ki, bəli, əgər ismi zahirlə gələrsə, ismi zahirlə gələrsə, burada sən, məsələn, əmrən də deyə bilərsən. Əmrən də deyə bilərsən. Niyə? Deyirsən ki, mənim keyfim beləsin, mənə ətf eləmirəm. Ətf eləmirəm, bu məfulun mənədir. Hə? Bəli. Amma mən buna ətf də eləyə bilərəm, çünki feil mənadadır. Əmrin də deyə bilərəm. Ma qəbli nədir? Məcrurdur, mən də məcrur oxuyuram. Aydındır? Bu hansına bənzədir? Nəyə bənzədir? Vəmsəhu bi ruusikum. Bəli. Oxşuyur. Bəli. Amma o odur, amma oxşuyur, bənzəyir. Bax, eynən həmin şeydir bu. Burada feil mənadadır, amma ism zahirdir, zəmirdir. Hə? Maləkə, sənin nə işin var? Zeydlə. Hə? İndi bu Zeydi sən buna ətv eləmirsən. Zeydi götürürsən, çünki ismi zahir. İsmi zahir. Aydındır? Xeyr. Neçəncidir bu? 5-ci idi. Nəhu maləkə və Zeydən. Və ma şə'nukə və əmrən. Və ma şə'nukə əmrən. Elə bil ki, bunun da təqdirində bir dənə şey tutub. Təsnə tutub da. Ma təsnə. Hə. Li'ənnəl mə'na, çünki mənada ma təsnədir. Aydındır? Ma təsnə. Ma təsnə yəni feil. Bunu qəşəng başa düşdün bunu. Lap belə əla başa düşdün. Əl-qismus sadis. 6-cı qism mənsubatdan əl-hal. 6-cı qism mənsubatdan haldır. Və hiyə ləfsun tədullu əla bəyani heyətil feil və səlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Bura gedək inşallah. Sabahda inşallah var. Görüşürüz.